Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri bugün fərqli bir ərazidən salamlayıram. Niyə görə deyirəm fərqli ərazidən? Hər gün demək olar ki, Şüvalan, Mərdəkan, Qres, Mayak ərazilərindən, Buzovna ərazilərindən sizlərə evlər təqdim edirəm. Bugün Buzovna, Vişnovka, Alballıq ərazisindəyəm. Ayda Parkın arxası Buzovnadan Maşdağaya gedəndə birinci işıqfor yox, ikinci işıqfordan sağda hərbi zavoda çatmamış, yeni açılmış böyük Araz marketə çatmamış sol hissədə birbaşa Ayda Parkın arxasında 12 sotun içərisində şəxsi olaraq inşa edilmiş 2 mərtəbə 290 kvadrat 5 otaqlı bir evin təqdimatını edəcəm. 12 sotdur. Torpağın da, evin də kupçası çıxarışı var. Əziz izləyicilərimiz, əşyalar qalacaq. Mətbəx mebelləri, natiqlə də ancaq mətbəx mebelləri qalacaq. Evin içərisində olan şəxsi əşyalar hamısı çıxacaq inşallah. Qiymət isə bugünkü gündə 396.000 manatdır. Dəyərli izləyicilərimiz, yer superdir. Bu evi kimsə alarsa, fasadın inşallah rəngləyər, həyətdə bir dənə qəşəng hovuz tikər, söhbətgah, bisetka tikər, qaraj tikər. Bu evin qiyməti olarsa, təmir tam başa çıxarsa, evin qiyməti 600-700 mindən yuxarı olacaq ki, aşağı olmayacaq. Monolit betonla inşa olunub. Mən hal-hazırda bugün təqdimatımı evin mətbəxindən başladım. Qadınların, analarımızın, bacılarımızın ən çox vaxt keçirdiyi mətbəxdən. Mətbəx, dəhliz, sanitar qovşağı, hamısı isti döşəmə ilə təmir olunub. Biz hal-hazırda dəhlizdəyik. Dəhliz ümumi giriş qapısı. Birbaşa darvazadan bura damafon çəkilib. Torpağın da evində kupçası var. Qazı, işığı, suyu hamısı daimidir. İnternet xətti kamera xəttlərinə kimi çəkilib. Birinci mərtəbədə qonaq otağı, mətbəx, ümumi sanitar qovşağı yerləşir. Bundan əlavə olaraq bir yataq otağı birinci mərtəbədə. Ayaqqabı ilə keçdiyimə görə sizlərdən çox üzr istəyirəm. Ev sahibi özü icazə verdi. Yataq otağının daxilində qardirob. Əziz izləyicilər, sizdən üzr istəyirəm. Ev yaşayışlıdır. Hal-hazırda yaşayış var. Əşyalar çoxdur. İnşallah ki, əşyalar çıxandan sonra çox qəşəng, səliqəli bir ev olacaq. Tam da təmir olunub. Çıxsan başa çox super. Yeri də gözəldir. Yaxınlığında məktəb, supermarketlər, Araz, böyük bir market var. İndi isə qonaq otağını sizlərə təqdim edeyim. Keçək qonaq otağını da göstərim. Əziz izləyicilərim, bir daha sizlərə bildirmək istəyirəm. Evin içərisində bütün əşyalar ev sahibinə aiddir. Hamısını çıxardacaqlar. Burada qonaq otağıdır. Geniş, böyük bir qonaq otağıdır. İşıqlandırma olunmayıb. Xəttlər zatlar hamısı çəkilib. Həyət çox qəşəngdir, genişdir. Həyəti də sizlərə inşallah sonda göstərəcəm. İndi isə qalxaq ikinci mərtəbəyə. Qalxıram ikinci mərtəbəyə. Buna nə? Əl tutan sürahi qoyulmayıb. İnşallah yeni sahibi kim alacaqsa qoyacaq. Monolit betondur. Yuxarısı da monolit betondur. Ev özü bütöv olaraq paket damla yığılıb. Qalxan kimi ikinci mərtəbəyə dəhliz. Dəhlizdən solda birinci yataq otağı. Qız uşaqları hal-hazırda buradan istifadə edir. Allah bütün balaları saxlasın. Gəl. Bu yataq otağının yanında ikinci yataq otağı. Bununla üzbəüz geniş, böyük bir yataq otağı, valideyn yataq otağı kimi nəzərdə tutulub. Bu yataq otağının özünün daxilində sanitar qovşağı var, amma istifadə olunmur, dəyərli izləyicilərimiz. Kim alacaqsa, yenə deyirəm, təmir eləyib, bütün xəttlər çəkilib, təmir eləyib istifadə eləyəcək. Sonda dördüncü yataq otağımız, dördüncü yox, beşinci yataq otağı, 6 otaqlıdır. Bir dənə də birinci mərtəbədə var. Bu da oğlan uşağının yataq otağı. Oydu, maşallah, proyektor, kino, əla, super. Qaqaşmaya icazə belə evan kreslosunda. Bu da
evin daxilində yerləşən 5-ci yataq otağı. Keçək həyəti də göstərim sizlərə, dəyərli izləyicilərimiz. Təqdimatımız burada bitir. Qiymət 12 sot, 300 kvadrata yaxın yaşayış sahəsi 396 min manatdır. Gedək həyətə. Dəyərli izləyicim, hal-hazırda çıxdım həyətə. Evin daxilindən keçdim həyətə. 12 sot böyük bir ərazidir. Bu dəqiqə 12 sotda belə evlər, yaxşı evlər bahadır. Ayda Parkın arxası 12 sot. Bütün evin ətrafı çox geniş, hasardan geniş qalıb. Monolit betonla inşa olunub. Yuxarıdakı valideyn yataq otağının qarşısında eyvanı var. Burada mətbəxin qarşısında verandası var. Pəncərəni yerdən eləsin, verandaya birbaşa çıxış da olar. Həyətdəki maşallah hovuz salmağa, bisetka, söhbətgah, qaraj salmağa böyük bir ərazisi var. Dəyərli izləyicilər, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.